Həm dadı, həm görüntüsü ilə qonaqları heyran edən bir salat istəyirsiz? Gəlin bu gün birlikdə günəş salatı hazırlayaq. Bu salatı xüsusi günlərdə rahatlıqla hazırlaya bilərsiniz, çünki görünüşü o qədər gözəldir ki, süfrədə dərhal diqqət çəkir, dadına isə söz ola bilməz. Lazım olan bütün inqrediyentləri ekrana yerləşdirəcəm, rahatlıqla oradan baxa bilərsiniz. İndi isə gəlin başlayaq salatımızı hazırlamağa. Salatımızı qat-qat yığmalıyıq. Buna görə də qabın ən altına nazikcə mayonez çəkirik, sonra isə inqrediyentləri sırayla düzürük. Burada vacib bir detal var. Hər qatın arasına mütləq mayonez çəkirik və duz istiot vururuq. Birinci qat kimi kartofu əlavə edirik, üzərinə mayonez çəkirik, duz və istiot vururuq. Biz birinci qat kimi kartof əlavə etdik, amma siz istəsəniz başqa sırayla da əlavə edə bilərsiniz. Sıranın heç bir önəmi yoxdur. Biz mayonezi daha rahat olsun deyə krem torbasına doldurub sıxaraq istifadə edirik. Belə daha səliqəli alınır, amma istəsəniz siz qaşıqla da qoyub rahatlıqla yaya bilərsiniz. İkinci qat olaraq kökü əlavə edirik və yenə üzərinə mayonez, duz və istiot əlavə edirik. Sonra isə kökün üzərinə döş ətini əlavə edəcəyik. Arxasınca da xırda-xırda doğranmış qozları səpəcəyik və yenə üzərindən duz, istiot və mayonez. Bu arada quru qəvalların üzərinə isti su əlavə edib 5-10 dəqiqə saxlayırıq ki, yumşalsın. Didilmiş döş ətini və xırda-xırda doğradığımız qozları əlavə etdikdən sonra növbəti qat olaraq qarğıdalını əlavə edirik. Sonra isə isti suda yumşaltdığımız qəvalları incə-incə doğrayıb qatın üzərinə düzürük və əlbəttə ki, yenə duz, istiot və mayonez əlavə etməyi unutmuruq. Və ən sonda rəndələdiyimiz yumurtaları əlavə edirik, üstünü yenə mayonezlə örtürük və spatula ilə gözəlcə hamarlayırıq. İndi isə gəldik ən maraqlı hissəyə, salatımıza günəş görüntüsünü verməyə. Kənarlarına sarı rəngli, biraz qalın cipslər düzürük ki, yerləşdirəndə bunlar qırılmasın. Biz Pringleslardan istifadə etdik və çox rahat alındı. Siz istəsəniz başqa cipslərdən də istifadə edə bilərsiniz. Daha sonra üst kənar hissəyə incə-incə doğradığımız gavalları dairəvi formada yerləşdiririk və ən ortaya qarğıdalı əlavə edirik. Və budur, günəş salatımız hazırdır. Hamımıza nuş olsun. Ümid edirik ki, salatımızı bəyəndiniz. Əgər videonu bəyəndinizsə və belə videoların daha çox gəlməyini istəyirsinizsə, videonu bəyənməyi və rəylər bölməsində öz fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Hələlik.